Onlar elit qoşun növünə aiddirlər. Az danışar, çox görünməyə xoşlamaz. Verilən tapşırıqları isə qüsursuz yerinə yetirərlər. Fəaliyyətləri 2-ci Qarabağ, yəni çətin relyef və iqlim şəraitində xüsusilə qabardı. Söhbət Azərbaycan üçün ləyaqət simvolu, düşmən üçünsə əsl kabusa çevrilən Azərbaycan xüsusi təyinatlı qüvvələrindən gedir. 30 aprel bu qüvvələrin yaradılması günüdür. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1999-cu ildə Azərbaycan ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradılır. Xüsusi təyinatlı qüvvələrin formalaşmasında 1-ci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak edirlər. Bu bölmələr Türkiyə Silahlı Qüvvələri və onun xüsusi təyinatlı qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb. Salavat! Muhterem Prezident Cenab Ali Başkomandan, Şehit təyinatlı qoşunların şəxsiyyəti tədbirə hazırdır. Müdafiə Naziri General Polkovnik Zakir Hasanov. Salam Cenab Prezident. General Polkovnik Sultanov. General Polkovnik Aliyev. General Leytenant Mirzayev. Prezidentliyi dövründə Ali Başkomandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə ayrıca diqqət yetirib. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdə olub. Heç də hər hərbiçi xüsusi təyinatlı qüvvələrin üzvü seçilmək hüququnu qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdəndir. Əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, asimetrik döyüş və s. kimi hazırlıqlar üzrə təlimlər keçirilir. Mübaliğəsiz demək olar ki, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti 2016-cı ilin aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadı. Peşəkarlıqla bərabər burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici faktorlardan idi. Xüsusi təyinatlı qüvvə mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı fəxri adlarına, eləcə də müxtəlif orden və medallara layiq görülürlər. Azərbaycan xüsusi təyinatlı qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Onların sırasında müxtəlif tipli snayper silahları, pulemyotlar, tapançalar, tank əleyhinə idarə olunan raket kompleksləri, qumbara və qumbara atanlar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və s. var. Yerli sənayemizin istehsal etdiyi məhsullar da xüsusi təyinatlı qüvvələr tərəfindən döyüşlərdə uğurla istifadə edilib. Müharibədən sonraki dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləşdirilməsi, yeni qoşun növlərinin yaradılması bu prosesin tərkib hissəsidir. 2-ci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən xüsusi təyinatlı qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariyə hazırdır. Həmişə olduğu kimi, hərb meydanında ləyaqət, şərəf və ədalət davranışı göstərmək şərti ilə. Düzülün! Evet! Dikkat! Herkese! Azerbaycan Respublikası'nın prezidenti, Silahlı Qüvvələrin Ali Başkomandanı Cenab İlham Əliyev. Cenab Ali Başkomandan,
Xüsusi təyinatlı qüvvələrin 2 briqadası qüvvələrin yaradılmasının 23-cü il dönümünə həsr edilmiş mərasimə düzülüb. Xüsusi təyinatlı qüvvələr komandanı General Leytenant Mirzəyev. Salam xüsusi təyinatlılar. Sizi xüsusi təyinatlı qüvvələrin yaranmasının 23-cü il dönümü münasibəti ilə təbrik edirəm. Xalqımızın ümummilli lideri Ulu Önder Heydər Əliyevin ve Respublikamızın ərazi bütövlüğü, tarihi torpaqlarımızın azad olunması uğrunda şəhidliyi zirvəsine ucalan vətən övladlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilir. Müzeffer Ali Başkomandanımız Cenab İlham Əliyev. 23 il əvvəl Ulu Önder Heydər Əliyevin fərmanı ilə Azərbaycanda xüsusi təyinatlı qüvvələr yaradılmışdır. Ulu Önder bu fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi təyinatların yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimizdə də özünü sübut etdi. 99-cu ildə vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradılmışdır. Və o gündən bugüne qədər xüsusi təyinatlar böyük və şərəfli yol keçərək Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi zəfərimizin əldə olunmasında xüsusi rol oynamışdır. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı. Ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 92-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi
və 93-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlı Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Və beləliklə bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir. Ulu Öndərin ordu quruculuğu işində gördüyü işlərin nəticəsində Azərbaycan ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır. Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük. O cümlədən aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj idi, bir siqnal idi. İşğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Və bizim aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar olsun ki, aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycan silahlı qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən 2-ci Qarabağ müharibəsində öz dərsini aldı. Qarabağ Ermənistanlı və nöqtə deyən düşmən bugün Qarabağ Azərbaycandır deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox. Güc hesabına, qüdrət hesabına, Azərbaycan ordusunun zəfəri hesabına. Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün prezident və Ali Başkomandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır. Danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Və bunu bəyan edirdim. İllər boyu bəyan edirdim. Çalışırdım ki, Ermənistan rəhbərliyi nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Və belə də oldu. Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu. Bütün Azərbaycan vətəndaşları birləşdi. Bütün dünya Azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bugünə qədər də düşmən özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bugün Bakının mərkəzində hərbi qənimətlər parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu. Biz onları gətirdik, məhv edilmiş vəziyyətdə. Və indi o tanklar və digər toplar və texnika hərbi qənimətlər parkında nümayiş etdirilir. Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq. Döyüş meydanında bu zəfəri qazandıq. Danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Nə aparırdı bizi irəliyə? Vətən sevgisi. Vətənə sevgi, düşmənə nifrət. Bax, bu əhval-ruhiyyədə biz gənc nəsli yetişdirmişik. Bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlar bu amalla
bu ideya ilə irəliyə gedirdi. Öz sinəsini qabağa verirdi. Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim evladlarımız, əskər zabitlərimiz olub. Bütün silahlı qüvvələr bu qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir. Və cəmi 44 gün ərzində tarixi zəfər əldə olundu. Düşmən diz çöktü bizim qabağımızda və məcbur oldu. Öz əli ilə kapitulyasiya aktına imza attı. Bu tariximizin və mənim həyatımda bəlkə də ən yadda qalan, ən sevinçli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atması mənim həyatımda ən qürurlu hadisədir. Xüsusi təyinatların Vətən müharibəsindəki qələbəmizdə çox böyük payı var. Mən Ali Başkomandan kimi bunu bilirəm və bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm və bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan ordusu 5-6 müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi zəfər əldə edə bilər. Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz zəfər yürüşümüzü dayandıracağıq. Mən demiştim, heç nə və heç kim bizi dayandıra bilməz. Biz sona qədər gedəcəyik. Düşməni sona qədər torpaqlarından qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər. Belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. Və ilk günlərdən ordumuz irəliyə gedirdi. Bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə 10 mindən çox fərari olmuşdur. Azərbaycan ordusunda bir nəfər də fərari olmamışdır. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, vətən sevgisi, bizi irəliyə aparan vətən sevgisidir. Ancaq eyni zamanda hazırlıq, peşəkarlıq. Və bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlar ön sıradaydılar. Digər hərbi birləşmələrlə birlikdə şəhər kəndlərimizi azad edən xüsusi təyinatların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Və uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra hansı ki Ermənistanda fərarilərin sayını kəskin artırmışdır. Onlar inanmırdılar ki biz o istiqamətə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirlər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar. Öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə, dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Və mən demişdim müharibə zamanı, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizi erməni tapdağından azad olunması idi. Və buna nail olduq. Buna siz nail oldunuz. Xüsusi təyinatlar nail oldu. Neçə gün yorulmadan əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi.
Kan töktü, şəhidlər verdi, amma dayanmadı. İrəliyə getdi. Və bugün Şuşaya gələn hər bir insan sadəcə olaraq məhtəl qalır. Bu alınmaz qalanı Azərbaycan evladları necə aldılar? Hər dəfə Şuşaya gedəndə, zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Və son vaxtlar artıq zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur. Həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar və ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmişsiniz? Mən isə deyirəm, əsas məsələ deyil. Siz fikirləşin, bizim əskər zabitlərimiz o meşələrdən necə keçiblər? O yolu onlar açıblar. Və bu yola mənim tərəfimdən zəfər adı verilməklə biz bu tarixi zəfərimizi bir daha tariximizdə həkk elədik. Zəfər yolu ilə Şuşaya yaxınlaşanda, o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Necə bu alınmaz qala alındı? Yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyhə döyüşlərdə, qarşıda, yuxarıda, dağın başında, təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər. Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və vətən sevgisi. Və siz öz vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. Düşmən isə, işğalçı düşmən Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Və Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bugün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir. İkinci Qarabağ müharibəsindən il yarım keçib. Bugünə qədər hərbi ekspertlər bu məsələlərlə, münaqişələrlə məşğul olan insanlar bugünə qədər Azərbaycan zəfəri haqqında danışırlar. Və mənə bu məsələ ilə bağlı, müharibə ilə, zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Hansı amillər bu qələbəni şərtləndirdi? Və onların arasında birinci, vətən sevgisidir. Yəni sizi ölümə aparan, öldü var, döndü yoxdur deməyə vadar edən vətən sevgisidir. Və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər kəndlərimizi namərd ateşə tutmuşdur. 100-dən çox dinc insan, onlar arasında uşaq, qadın o namərd ateş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq. Və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç və vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz. Və belə də oldu. Və bütün dünya bunu etiraf edir ki, Azərbaycanlılar ləyaqətlə vuruşdular. Kişi kimi vuruşdular. Düşməni qovdular, diz çöktürdülər düşmənə və öz sözünə əməl etdilər. Bugün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum. Xüsusi təyinatlarla görüşmüşdüm. Bugün də bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm.
bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Və Ermənistan silahlı qüvvələri, Azərbaycan xüsusi təyinatların adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bugünə qədər çıxmıyor və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq hər zaman biz ayıq olmalıyıq. Çünki Ermənistanda bugün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bugün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq. Buna laqeyd olmamalıyıq. Məhz buna görə 2-ci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki 2004-cü ildən bugünə qədər və bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq. O cümlədən xüsusi təyinatların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm, amma ancaq onu deyə bilərəm ki, 2-ci Qarabağ müharibəsindən sonra xüsusi təyinatlı qüvvələrin sayı 2 dəfə artırıldı. Və indi seçim daha sərtdir və maraq daha böyükdür. Müraciətlər kifayət qədər çoxdur. Və həm mənəvi psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi vətən sevgisi bu seçimin əsas şərtləridir. Digər silahlı birləşmələrimizdə islahatlar aparılır, xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan ordusu daha da güclənir. Və bugün bizim ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir. Mən bir daha sizi xüsusi təyinatlı qüvvələrin yaranmasının 23-cü il dönümü münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm və çıxışımı 2-ci Qarabağ müharibəsindəki sözlərlə yekunlaşdırmaq istəyirəm. Qarabağ Azərbaycandır. Azərbaycan xüsusi təyinatlı qüvvələrinin mənsubu Müzəffər Ali Baş Komandanımızın qarşısında bundan sonra da vətənin çağrışına hər an hazır olduqlarını bir daha bəyan etmək üçün dəvət edilir. Cənab Müzəffər Ali Başkomandan, mən Azərbaycan xüsusi təyinatlı qüvvələrinin görünməyən fədailəri olaraq Bordo beretləri və Mavi beretlər adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacaq. Xüsusi təyinatlı qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qan tökməyə. Xüsusi təyinatların 23-cü il dönümünə həsr olunmuş mərasim qələbə marşı ilə sona yetir. Biz xüsusi təyinatlarımızla